Aha, baş eğmeyir huzurumda bu. Yoktur vicdanında kanun korkusu. Şair, hükmüdarın huzurundasan. Bunu sizsiz belə düşünürəm mən. Bəs baş eğmediniz? Əymədim, bəli. Əyilməz vicdanın böyük heykəli. Kılınçlar tokkuşup iş gören zaman, neyler dediğiniz kuru bir vicdan. Vicdan dedikləri bir həqiqətdir. Beşiyi, məzarı, əbədiyyətdir. Bəs zindan necədir? Karanlık zindan. Soyuq məzara da zinətdir insan. Yana göylerdədir şair xəyalın. Əzəldən hüdudu yoxdur kamalın. Aha! Sınıyırdım idrakınızı, doğrudan bir şair görürəm sizi. Xoşbaxt xalq eyləmiş sizi yaradan. Dünyada qalacaq yalnız yaradan. Çok güzel, çok güzel. İnanın ki mən sizin ruhunuzu sevdim ürəkdən. Bu dövlət, bu celal, bu şanlı saray, köylərin bu saati oldu ay, sizə tapşırılsın bugündən gərək. Ancaq bir şərtim var. Buyurun görək. Gərək fars dilində yazsın sənətkar. Farsın öz qüdrətli şairləri var. Nə çoxdur onlarda böyük sənətkar. Bizim bu dağların oğluyam mən də. Az-az uydururam yeri gələndə. Yaxşı, gəlal götür bu inadından. Bu qədər naşükür olmasın insan. Aldada bilməmiş dünyanın barı, bir məslək eşqi ilə yaşayanları. Mən ellər bağında azad bir quşam. Mənsəbə, şöhrətə satılmamışam. Yaxşı da ayağı çarıqlı kiçik bir ölkə böyük firdosilər yarattı bəlkə. Günəşi örtsə də qara buludlar, yenə günəş adlı bir qüdrəti var. Görünür, güneşe iştiham vardır. Günəşdən gizlənən yarasalardır. Vaqif məşhur şair, Qarabağ xanlığının müdrik vəziri idi. İran şahı Ağa Məhəmməd Şah Qacar Azərbaycana hücum edəndə Şuşada əvvəlcə Vaqifi öldürməyi qərarı aldı. Çünki Vaqifin